2009-cu il iyunun 2-si səhər saat 9 radələrində Bakı-Quba yolunun 90-cı kilometrliyində Siyəzən rayon ərazisində Baş Dövlət Yol Polis İdarəsinin inspektoru 1964-cü il təvəllüdlü Elçin İlyasovun üzərində zorakılıq əlamətləri olan meyidi aşkar edilib. Hadisə ilə əlaqədar rayon polis şöbəsinin əməkdaşları Kəlbəcər rayon sakini Rasim Məmmədovu saxlayıblar. İlkin məlumata görə, sürücü ilə polis arasında yaranan mübahisə zamanı Məmmədov İlyasova baş nahiyəsindən ağır xəsarət yetirib və onu öldürüb. İyunun 2-si təxminən səhər saat 8 radələrində Siyəzən rayon polis şöbəsinə Xızırzində Pirinin yaxınlığında Bakı-Quba avtomagistral yolunda polis əməkdaşının ölümü ilə nəticələnən hadisə haqqında məlumat daxil olur. Deyilən yerə cəlb olunan əməliyyat qrupu yolun sol tərəfində Opel və AK markalı avtomaşınların 2 nəfər mülki geyimli şəxsin, qadın və uşağın dayandığını görüblər. Bunlardan əlavə yerə uzanmış vəziyyətdə bir polis işçisini aşkar ediblər. Hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının həkimləri sonuncunun artıq keçindiyini təsdiq ediblər. Şübhəli şəxs qismində saxlanılan Opel maşınının sürücüsü Rasim Məmmədov şöbəyə çatdırılıb. İlkin dindirmə vaxtı o, polis əməkdaşını şəxsi münasibətlər zəminində döydüyünü bildirib. Mübahisə yarandığından deməli polis əməkdaşını Məmmədov Rasim Adiloğlu deməli təpi, yumruq və kəllə ilə vurmaqla xəsarət yetirmiş, polis əməkdaşı yerə yıxılaraq nəticədə ölmüş. Siyəzən rayon prokurorluğunda Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2 xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, 120.2.4 xüsusi amansızlıqla qəsdən adam öldürmə və 221 xuliqanlıq maddələri ilə cinayət işi qaldırılıb. Tibbi ekspertizanın rəyində göstərilib ki, Elçin İlyasovun ölümünə başın küt zədələnməsi nəticəsində beynin toxumasında əmələ gələn iri ocaqlı qansızmalar səbəb olub. İstintaqla müəyyən olunub ki, Rasim Məmmədov qeyri-rəsmi nikah münasibətlərində yaşadığı Zəminə Hacıyeva və sonuncunun oğlu Vüqarla birlikdə Quba şəhərindən idarə etdiyi Opel Vectra avtomaşını ilə Bakı istiqamətində hərəkət edərkən sürət həddini aşdığına görə Vəlvələ kəndi ərazisində xidmət aparan yol polisi inspektoru Elçin İlyasov tərəfindən saxlanılıb. Söhbət vaxtı polis əməkdaşı onun və Zəminənin xahişini nəzərə alaraq inzibati xəta haqqında protokol tərtib etmədən bir qədər sonra sənədlərini sürücüyə qaytarıb. Eyni zaman iş vaxtı başa çatmaq üzrə olduğundan Rasim Məmmədovdan onu da Bakıya aparmasını xahiş edib. Sürücü razılıq verdikdən sonra inspektor maşına əyləşib. Yolun 90-cı kilometrliyində söhbət etdikləri vaxt aralarında mübahisə yaranıb. Məmmədov avtomobili yolun sağ hərəkət zolağının kənarında saxlayaraq yerə düşüb. Elçin İlyasovun yaxasından tutub ona çoxsaylı yumruq və təpi zərbələri endirməklə xəsarətlər yetirib. Həmin an Bakı istiqamətində hərəkətdə olan OK markalı avtomaşından düşən 3 nəfər yaxınlaşaraq onları bir-birindən ayırıb. Məmmədov həmin şəxslərə də işinə qarışmamağı və çıxıb getmələrini təkidlə bildirdiyindən sonuncular maşına əyləşib oradan uzaqlaşıblar. Xuliqanlıq hərəkətlərini davam edən Rasim Məmmədov Elçin İlyasova təpi və yumruqla nəhayət başının alın hissəsi ilə sifət nahiyəsindən möhkəm zərbələr vurub. Ölümlə bilavasitə səbəbli əlaqəsi olan xəsarətlər yetirildiyindən Elçin İlyasov yerə yıxılıb. Yol ilə hərəkət edən avtomaşınlardan düşən sürücü və sərnişinlər hadisə yerinə yaxınlaşmaq istədikdə Məmmədov ayağı ilə can verməkdə olan İlyasovun başını itələməklə polis işçilərini nəzərdə tutaraq bunların hamısı ölməlidir deməklə inspektora kömək göstərilməsinin qarşısını alıb. Daha sonra Rasim Məmmədov maşının yük yerindən dəmir link götürüb Elçin İlyasova kömək etmək məqsədi ilə hadisə yerinə yaxınlaşan Tural Bağırova və digər vətəndaşlara yaxın gələni söyməklə xuliqanlıq, yəni zor tətbiq edilməsi hədəsi ilə müşahidə olunan qərəzli hərəkətlər edib. Rasim Məmmədov elan olunmuş ittihamda özünü qismən təqsirli bilib. Müttəhim 2005-ci ilin mart ayında Zəminə Hacıyeva ilə tanış olduğunu və onunla rəsmi nikah olmadan Bakının Binəqədi rayonunda ər-arvad kimi yaşadığını bildirib. 2009-cu il iyunun 1-də Zəminənin Quba şəhərində yaşayan qohumu onlara qonaq gəlib. Səhərsi gün həmin qadının ürəyində şiddətli ağrılar başladığından ona dərman veriblər, lakin az sonra qonaq onu öz evinə aparmasını xahiş edib. Təxminən səhər saat 4-də özünə məxsus Opel avtomaşını ilə yola çıxan Rasim Məmmədov
saat 6-da Qubaya çatıb. Çay içdikdən sonra Bakıya qayıtmaq üçün yenidən yola düşüblər. Tez çatmaq üçün o maşını sürətlə idarə edib. Elə bu səbəbdən Vəlvələ kəndində yolun sol tərəfində dayanan 2 nəfər yol patrul xidməti əməkdaşları onu saxladıblar. Sonradan adını bildiyi Elçin İlyasov ondan maşınının sənədlərini və sürücülük vəsiqəsini alıb. Avtomobilin arxa hissəsində buferin niyə olmadığını soruşan polisə Məmmədov bundan xəbəri olmadığını, çox güman ki, yolda açılıb düşdüyünü söyləyib. İnspektor Rasimi çox saxladığına görə zəminə maşından düşüb onlara yaxınlaşıb. İlyasovdan, eləcə də onun iş yoldaşı Zahid Quliyevdən cərimə protokolu yazmamağı xahiş edib. Biraz söhbət etdikdən sonra Elçin İlyasov sənədlərini ona qaytarıb. Geri Quba istiqamətində hərəkət etmək istədikdə, polis əməkdaşı Rasimdən Bakıya gedən zaman onu da götürməyi xahiş edib. Az məsafədən sonra yolun kənarında dayanan 3 nəfərin onu əli ilə çağırmalarını görüb, maşını onların yanına sürüb. Maləddin Mahmudov soyadlı şəxs avtomobilin buferini yerdən tapdıqlarını deyib, onu Rasimə qaytarıb və Bakıya getdiyini bildikdə onu da Siyəzən şəhərinə kimi aparmasını xahiş edib. Bu şəxsdən əlavə o sərnişin qismində yolüstü inspektor Elçin İlyasovu da götürüb. Sənədləri istədi, sənədləri verdim. Yaxınlaşdıq maşınla, maşında bir nəfər də vardı, polisçisi. Şimdi xahiş minnətdən sonra sənədləri qaytardı, verdi. Dedi ki, maşına gəlib, maşına minmək istəyəndə məndən xahiş elədi ki, mən də İsmail qutarır, Bakıya getməliyəm. Məni götürə bilərsiniz. Dedim, yer boşda, getdə. Gəldi, oturdu maşının qabaq, mən böyür hissəmdə, yəni şoferin böyür hissəmdə, qabaq hissəsində oturdu. Elçin İlyasov arxaya çönərək Maləddin Mahmudovla oradan-buradan söhbət edib. Rasim Məmmədov isə yola baxıb, onların nə barədə söhbət etmələrinə fikir verməyib. Siyəzən rayonunun Kiçik Həmiyə kəndində körpünün üstündə Mahmudov düşüb. Onlar isə yolunu davam etdiriblər. Xızırzində pirinə 500 metr qalmış arxadan Kamaz markalı avtomaşın işıqları ilə ona saxlama işarəsi verib və Məmmədov arxa buferin yenidən açıldığını güman edib, maşını yolun kənarında saxlayıb. Avtomobilin arxasına baxanda Rasim buferin bir hissəsinin qopub yerlə süründüyünü görüb. Onu yerinə bərkidən vaxt zəminə oğlu Vüqarla maşının kənarında dayanıb, Bakı istiqamətinə gedən avtomaşınlara baxıblar. Mən düşdüm. Zəminə də düşdü, uşaq da düşdü. Sonra bundan sonra ən axırıncı düşdü ölən şəxs. Düşdü, gəldi mənim yanıma. Mən maşının arxa tərəfində, yəni ki, sağ tərəfindəyəm, sağ arxa tərəfində. Zəminə də uşaqla durub sol arxa tərəfində. Bu da qabaqdan düşdü, gəldi mənim yanıma. Mənim yanımdan keçib zəminə tərəf getdi. Arxadan əl atdı zəminənin döş hissəsinə. Dedi ki, mən də Bakıya gedirəm. O ki, telefon nömrəni mənə verə bilərsən, bir gecə sənlə qalaq, əylənək. Bunu eşitdim mən, eşitdən arxa yan hissəsindən bir dənə təpik vurdum. Təpik vuranda zəminə girdi araya, deyir, sənin başı xarabdır, bu polis işidir, yəni özünü bəliyə salarsan, özünü saxtaya salarsan. Girdi araya, biraz suçunu, yəni bir dənə vurdum, təpik oydu. Süpürəşi aralıq oka, düzdür, oka gəlib. Oka gəlib aralaşdırmaq istəyəndə, qardaş, xahiş edirəm, sizlik yolda ailə məsələsidir. Yəni orada başqa heç bir söz deyəm. Siz qarışmayın da, çıxın gedin. Elçin İlyasov maşından əl çantasını və gödəkçəsini götürdükdə Rasim Məmmədov ondan vəsiqəsini tələb edib. Vəsiqəni istəməkdə məqsədi onu qarşıdakı polis postuna təhvil verib İlyasovun əməlləri barədə məlumat vermək olub. Lakin inspektor ona vəsiqəni verməyərək ünvanına söyüşlər söyüb. Rasim isə Elçinə yaxınlaşaraq yaxasından tutub kəllə ilə zərbə vurub. Zərbədən sonra sonuncu yerə yıxılaraq əli ilə üzünü tutub, onun burnundan qan açılıb. Bu vaxt yanlarında Mercedes markalı avtomaşın dayanıb. Salondan düşən bir şəxs özünü həkim kimi təqdim edərək İlyasova baxış keçirib və Rasimdən əvvəl su, sonra isə dili qatlandığı üçün qaşıq istəyib. Məmmədov maşında bankada olan suyu həmin adama gətirib verib. Biraz keçmiş təcili tibbi yardım maşını gəlib. Həkimlər polis əməkdaşına baxaraq onun öldüyünü deyiblər. Bir dənə kəllə vurmuşam, ona vurdum, bir dənə kəllə olub, bir dənə təpik. Ondan başqa nə əlimdə lom olmuyor, nə lom olub, lom da gəlsin, şey olsun da burada. Yox, elə demirəm, yəni kəllə ilə vurmuşam, o əsasa yəni gedib uzanıb, yəni ölüb. Həkim gəlib çatıb, həkim su istəyib, maşından su vermişəm ona. Prosta ondan heç hansı yazdı. Ona yoxsalırım, 3 dənə maddə var. Hansı maddənin təxil verirsiniz? İslamız, zaten bilmirsiniz, o sinə uyğun deyil. Bu maddələrin heç hansından. Heç hansı maddənin? Mənim maddəm 124-dür. Ehtiyatsızlıqdan vurmuşam, yəni spor cəbində.
Bunun üçün mən özümü qəsdən deyil, ehtiyatsız cinayətlərimi təqsir edirlər. Yəni konkret 24-cü maddədə yazılır ki, mən özümü tutanla təqsir edirlər. Verilən ittihamları isə qəbullarımızsa təqsir edilmir. Bəli. Buyurun. Yəni orada göstərirlər ki, qaçmaq, nə açar məlumat, nə bilmə. Belə şeylər. Ondan sonra Gəzinlə biraz söhbət elədik. Gəldilər, o kim skor gəldi, skoru bunu gələndən sonra qay maşını gəldi. Qay maşını gəldi, 4 nəfər gəldilər. Mənə deyirlər ki, gedək maşına, gedək bölməyə. Özüm heç bir zor tərbiyə etmədən, heç bir şey, şütumdan qabağına getdim. Maşına minəndə Zəminə mənə yaxınlaşdı. Dedi ki, o üçün pul verməyə, yəni Bakıya getməyə. Pulu verdim, bir də pəncərədən haçarı uzatdım ki, gəl haçarı, yəni maşını kim gətirəcək ona. Haçarı da orada əlimizə alınır, məndən alıb müstəntiq. İddia istintaqda ifadə verərkən sizə kimsə təzyiq, təsir eləyib, eləməyib? Eləyib. Müstəntiq. Nə ilə bağlı eləyib? Mənə hələ qorxu gəlir, bir də deyilir ki, yox kimsən, mən nə deyirəm, odur. Bir də mənə vəkil şey elədilər. Elə vəkil dedim istəmirəm, o dedi sənin istəməklə deyil. Gətirilər bir nəfər, Arif, bilmirəm, familiyası nə, familiyası mən başa düşdüm, siz deməli müdafiəçidən imtina eləmişsiniz. Müstəntiq də deyir ki, yox, mən bunu qəbul eləmərəm, müdafiəçi mütləq olmalıdır. Deyir abi. Siz yaxşı, sizə təzyiq təsir olubsa, indi sizin indi verdiyiniz ifadələrlə, İbtidai istintaqda verdiyiniz ifadələrin arasında ciddi fərq yoxdur. Nə ilə bağlı sizə təzyiq edirlər? O həmin vaxtı Zəminə Hacıyevanın geyimində əlində nə paltarlar vardı, xatırlamırsınız? Geyimində ev paltarına çıxmışdı, amma dəli hansı paltar? Bəli. Belə kosmetika zat çox qəbul eləmək? Yox, kosmetika heç qəbul eləməmiş, deyil. İfade eləməmiş? Deyil. Deyirsiniz ki, siz özünüz gördünüz ki, İlyasov Hacıyevanı əlmə atdı da sinəsinə. Bəli. Sizin birinci reaksiyanız nə oldu? Birinci getdim, arxadan, yəni ayağımın içindən belə, yəni bu hissəsindən təpi ilə vurmuşum. Arxa bu hissəsindən bir dənə təpi tutmuşum. Sonra onun reaksiyası nə oldu? O söndü mənə tərəf söndü, üzərimə girdi, o dedi, sən başın xarabdır, polis özünü qalaya saldı. Zərər çəkən şəxs qismində dindirilmiş Tural Bağırov iyunun 2-si səhər saat 7 radələrində Siyəzən rayonu Candahar kəndi ərazisində işlədiyi Siyəzən Neft Qaz Çıxartma İdarəsinin mədəninə gələrək quyuları yoxladığını bildirib. Pirin yaxınlığında trasın sağ hərəkət zolağında tünd metalik rəngli avtomaşının dayandığını, 2 nəfərin mübahisə etdiklərini, onlardan birinin polis, digərinin isə mülki geyimdə olmasını görüb. Onları ayırmaq məqsədi ilə həmin yerə yaxınlaşıb. Bu vaxt Rasim Məmmədov polisə kəllə ilə zərbə vurduğundan sonuncu yerə yıxılıb. 2 nəfər üzbözüb, qadın da zəminə ki, özü də təsdiqləyə bilər. Bunlar arasında idi, aralamaq çalışırdı. Yolun qırağına bir otka maşını yanmışdı, qırmızı, albalı. Bir nəfər də bunlara tərəf gəldi, mən 1620-yə gedim. Görünce ara sakitləşdi, belə deyək, biraz belə səngən kimi. 1620-yə söyləyəndə, bir görüm təzdən həmin buyur. Yəni ki, uzaqdan yəni ki, deyəmərəm də, yəni hadisəyə tanımışam bunu. Hadisəyə tanımışam ki, bu. Görüm təzdən yenib, bu elçin ki, necə deyəm, maşının qabaq hissəsində belə dayanıb, əlbəxə gedir. Zəminə, sən oğlunla oturmuşsun orada, sən məni tanımırsan, polisin yanında. Sən qayıtdın, dedim ki... Qayıtdı, dedi ki, mən girəndə, dedim, budur. Yəni, dedim, budur. Yəni ki, istərsiniz, insan da polisdir. İstər bu olsun, istər adi laf vətəndaş olsa. Yəni ki, Allah yaradıb, Allah ala bilər canım. Sən heç kim ala bilməz. Yəni, dedim, biri budur, qadın orada olur. Yəni ki, istinzaqa kömək məqsədinə. Bu da özü təsdiqlə bilər, mənə tanı ki, bu uşaq da orada olur. Bir də məhkəmə hakim yadımdan çıxıb, onu da qeyd edim ki, bu maşında bunu örgədirdi, bu qadını. Ki, sən deyinən ki, o üçün belə, mənə əl atıb, mənlə o üçün, üzr istəyəm, cinsi əlaqə. Nəsə də belə, ki, bunu təklif edib, ona görə vurmuşuq. Yəni ki, şəxsən bu maşında öyrədir zəmniyə. Özəki onu... Bəli, Şuşada eşidilmişik biz. İkincisi də ki, möhtərəm hakim. Möhtərəm hakim, yəni ki, bu yeznəsi ora təxminən hadisədən 10 dəqiqə sonra gəldi. Yəni, Nexia dayımına gəldi. Gəldi, əgər bu deyir ki, gəlinimiz deyilən yoldaşında gəldi, yəni ki, biraz söyüşlə, yəni ki, açıqda bunun batsınları qayıb ki, bu maşında, ay, nənə, yəni ki, sənə görə bu uşaq həyatını puçlədi, sənə görə bu anasını atıb gedib. Yəni ki, sənə görə oldu bunlar hamısı.
İş üzrə zərər çəkən kimi tanınan Zəminə Hacıyeva deyib ki, yol boyu Elçin İlyasov digər sərnişin Maləddin Mahmudovla söhbət edərkən ona gözqaş edib. Sonuncu siyəzəndə düşəndən az sonra Rasim avtomobili qəflətən saxlayıb və arxadan gələn Kamaz markalı avtomaşının ona saxlama işarəsi verməsini deyib. Əri ilə bərabər Zəminə oğlu Vüqarla salondan düşüblər. Rasim maşının arxasına keçib və qopmuş buferi bərkitməyə başlayıb. Hacıyeva təsdiq edib ki, yol polisi ona yaxınlaşıb, arxadan əlini sinəsinə qoyub və ondan mobil telefonunun nömrəsini istəyib. Bunu eşidən Rasim arxadan Elçin İlyasova təpi atıb. Məmmədov Rasim indiyə kimi söyüş söyən adam deyil. Bütün qonşularını da təsdiq edə bilər, qonşular savayı hamısıdır. O söyüş söyəndə, o uşağın üzünə deyə bilərsən, sən söyüş söymüsən orada. Kimi? O uşaq sənin üzvə dursa ya, Məmmədov Rasim'də söyüş söymüsən, onda necə olacaq? Sən heç nə yox, bir dənə Təzyiq olunur, gözlə görünən və hiss olunacaq şəkil. Hacıyeva, bir də arasınızı çıxaracaq ortalıqsın. Sualımda sual edir. Mənim sualım bir daha oldu ki, Tural orada olmuyor. Şahid Maləddin Mahmudov Elçin İlyasovun sürücünün yanında, Zəminə Hacıyevanın isə oğlu ilə arxada onun yanında əyləşdiyini deyib. Şahid göstərib ki, yol gedərkən polis işçisi qadına baxmayıb və ona gözqaş etməyib. Təcili tibbi yardım stansiyasının həkimi Rahim Əhmədov səhər saatlarında Bakıdan Siyəzən rayonuna gedərkən Zarat kəndi ərazisində polis əməkdaşının yerdə uzandığını görüb və maşından düşərək ona tərəf gəlib. Həkim olduğunu bildirərək Elçin İlyasova yaxınlaşıb, əlini onun nəbzinə vuranda görüb ki, artıq sonuncu can verir və bədəni titrəyir. Həkimin xahişi ilə Zəminə Hacıyeva maşından su gətirib. O, suyu Elçinin üzünə çəkib və artıq polis işçisinin öldüyünü görüb. Bu yoldaşlar yolun qırağına maşınla, yəni maşının içərisində bir qadın, bir 10, 11, bəlkə də 12 yaşında da bir oğlan uşağı maşında. Və gəldim, sırası baxdım, əyildim, gördüm ki, burnundan yüngül miqdarda qan gəlir. Yəni, mərhumun. Dərhal onu yoldan, orada mən çatanda 5-6 adam var idi. Dərhal onu yolun ortasından götürdü, yəni hər iki yolun ortasına yaxın məsafə var, orada idi. Orada da maşınlar hərəkət edirdi. Orada heç kimi də tanımırdım orada. Köməkləşdik, çəkdik yolun qırağına. Yəni Opel markalı maşın harda deyilmişdi, onun qarşısına qoydum. Və əl üzümə sırası su çəkdik, su istədim. Həmin o maşındakı qadın maşından bir banka su gətirdi. Su da çəkdim. Nəbzinə əlimi atdım, gördüm nəbzi yoxdur. Çox zəif miqdarda arteriyada vurur. Dərhal gözünü açıb baxdım, gördüm bəbəklər genişlənir. Ondan sonra dərhal 102 xidmətinə xəbər verdim, yəni maşınlar yığışırdı orada, heç cür hərəkət eləmək mümkündür. Və bir də 113-ə zəng eləmişəm, öz 5-10-40, yəni Siyəzəndə yerləşən məntəqənin nömrəsinə. Öz mobil telefonumdan zəng eləmişəm, dərhal heyəti ora çağırmışam. Yəni artıq gec oldu, bizim qrupa gələnə qədər çox gec oldu. Sonra bu nə olur? Bu oğlan özü dedi ki, mən vurmuşum. Yəni, heç bir yerə də getməmişdi, həmin yerdə durmuşdu ki, mən vurmuşam. Dedim, niyə vurmuşsan? Bir dənə kəllə vurmuşum. Yanında, orada da yerləşən, yəni, indi deyə bilmərəm, Siyəzən adamları idi onlar, yoxsa yoldan keçən idi, 5-6 nəfər. Onlar dedi ki, hələ özü də deyir ki, bəs belə bir kəllə vurub buna. Siyəzən rayonunda yaşayan Zöhrəb Nəbiyev göstərib ki, ayın 2-sində qohumu Rasim Məmmədov ona zəng edərək pirin yanında bir nəfər polis əməkdaşını öldürdüyünü deyib. Hadisə yerinə gələndə çoxlu adam toplaşdığını görüb. Rasim həyəcanlı olduğundan ondan heç nə soruşmayıb, Zəminəni isə söyərək ona Qubaya getməsəydiniz belə hadisə olmazdı, deyib. Bu bilirdi mən Siyəzənə gedəcəm. Yəni, amma bunun Quba istiqamətində hərəkət etməyim mənim xəbərim olmuyor. Mən gəldim ora, mən Rasimlə telefonla danışdığım tərəfədə gördüm ki, arxadan bir dənə skor məndən yol istəyir. Deyəndən sonra mən tam əmin oldum ki, bu skora həmən hadisə yerinə gedir. Təbii olaraq ki, mən skorunu keçdim. Mən gəldim hadisə yerinə. Bakı istiqamətinə gələm, mən skorunu keçdim, gəldim hadisə yerinə. Onu başa düşmədim, niyə təbii olaraq siz təcil yardım yol verməliyiniz? Yox, təcil yardım gedirdi, onsuz da təcil yardım öz sürətini gedir. Təcil yardım 120 gedirdi, mən 160 keçdim onu. Belə deyək də. Yəni hadisədir, sən gediblər, mən təbii oraya getməliyəm. Gəldim, Rasim dolmuş vəziyyətdə, belə deyək ki, ağlayır.
idi. Belə mənə yaxınlaşdı, əlini saldı belə kürəyimə, dedi özünü işə saldı. Gördüm ki, çox pis hala düşüb də, belə təbii olaraq ki, ağlı yerdə belə deyil. Mən biraz onu ürəkdirək verdim, möhkəm oldu, işdə olub, belə falan. Və gəlimiz zəminə də yanındaydı. Bu bizim gəl zəminə. Xahiş edirəm, yerdən replika turlamayın. Yəni, burada danışan hesabımız, tələsən durmanız. Mən Rasimdən araşıb zəminə öz etirazımı bildirdim ki, siz burada nə gəzirsiniz, mən sizi evdə qoyub gəlmişəm. Orada, mən ora çatanda, mən yəni rəhmətli Elçin müəllimin meyidini görəndə demək olar ki, hələ burnunun bir hissəsindən qan gəlirdi. Demək olar ki, tam bu moment ki, mən ora çatanda skor dayandı. Skoru dayananda mən, yəni özümdə cəsarət bilirsiniz, yoldaş hakim elədi. Birinci, təbii ki, mənim 40 yaşım var, mən uşaq deyiləm, hadisə də görmüşük, Qarabağda da olmuşuq, bilirik, nətərdir. Mən orada heç də özümü itirmədim. Birinci, öz təhlükəsizliyim üçün, yəni mən bilmirdim Elçin İlyasov hardandır, bəlkə də elə o ərazidəndə, onun bir yaxın qohumu ya mənəmi, ya Rasiməmi bir xətər törədər. Yəni, mən çox ayıqlıqla orada gedən prosesləri izlədim. Tural Bağırov bir neçə məhkəmədə şahid qismində dindirildi. Deyirəm, biz onun şəxsiyyətə bağlı məlumatlardan topu, vəzir yanıqlar mı? Mən müzafir edirəm. Yəni, bu adam gəlib burada... Tural haqqında belə sərbədə uzağımızlar. Tural məlumatı nə üstündə toplanır, sizdə görmüş. Mən Tural Bağırov haqqında məlumatı Turala qarşı heç bir düşmənçilim yoxdur. Tural Bağırovun mənim haqqımda verdiyi ifadələrin əsasında mən Tural Bağırovun saxta bir adam olduğunu sübuta yetirməyə çalışıram. Siz hakimi... Bəli, Zəminə Hacıyeva verilən iddiam haqqında mənim adım hallanıb orada. Orada yazıb mənim maşınım daib olub, maşın olub, məndə maşın. Bəli, bir dəfə Siyəzən prokurorluğun qabağında görmüşəm, bir dəfə də burada görmüşəm. Bu ağır cinayətə dair məhkəmənin qavuşuşundur. Bəli. Onun özünə görüşürsünüz, saxlamısan? Onun özünə mənim heç bir ünsiyyətim olmadı. Tural Bağırov hadisə yerinə məndən sonra gəlir. Mən ora gələndə, yoldaş hakim, Allah rəhmət edirsin, rəhmətli Elçin müəllim hələ demək olar ki, bəlkə də bədənindən hələ ruhu çıxmamışdır. Onun istiqan hələ burnuna axır. Müdafiə tərəfinin vəsadəti əsasında əlavə şahid qismində Siyəzən rayon prokurorluğunun müstəntiqi Ramiz Nəbiyev dindirilib. O, bütün prosesual hərəkətləri qanuna uyğun şəkildə apardığını, Rasim Məmmədovu özünün tələb etdiyi vəkillə təmin etdiyini və video çəkilişi onun razılığı ilə apardığını bildirib. Müstəntiq, iş üzrə zərər çəkən kimi tanınan Tural Bağırovu əvvəllər tanımadığını qeyd edib. Hadisə yerindəcə telekanallar çəkiliş aparmışdır. Yox. Hadisə yerində də telekanallar çəkiliş aparmışdır. Prokurorluğun özündə çəkiliş olub otaqda. Prokurorluğun otağında çəkiliş olub. Bəli. Prokurorluğun otağında səhv eləmirəmsə bir televiziya kanalı və çəkiliş olmuşdur, səhv eləmirəmsə. Bir neçə sizin özünüz. Öz razılığı ilə bəli orada. Yəni bir yazılı razılıq bildirdi, nəysə belə bir şey. Yox, öz razılığı ilə, yəni ki, orada özü danışıbdır, sərbəst olaraq, orada kimsə məzur elətdirməyib danışmağa. Aydındır. Özü sərbəst olaraq necə olub danışıb. Şahidlər dinlənildikdən sonra dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib. Rasim Məmmədovun vəkili isə bu cəzanın həddindən artıq ağır olmasını bildirib və hakimlərdən işin hallarına düzgün qiymət verməklərini istəyib. Təyin olmuş cəzaları qismən toplamaq yolu ilə Rasim Məmmədovun üzərində 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Ondan da ağır cəza varsa, ömürlükdən varsa, onu verilsin ona. O 2 uşaq, gözü yaşlı uşağı qoyduğuna görə. Onun hal-hazırda himayəsində deyilən o uşaqların onsuz da ataları var, o uşaqların bəlkə də o ataların himayəsində böyüyəcək. Ancaq bugünkü gündə o 2 uşağın atası yoxdur. Tamam saldı, ay səni kimi kartof satanlar tamam saldı bu. Kartof satanlarla soğan satanlarla görürsən. Sənə tamam olmuşsa, hələ bandikin tərəfi çatmırmaz. Son sözündə Rasim Məmmədov Elçin İlyasovu qəsdən öldürmədiyini, cinayətdən sonra hadisə yerindən qaçmadığını və əməlindən peşman olmasını bildirib.
Bir dənə yalancı şahiddən sübutundan gətirməyi tutam. Düz demirəm mənim əlimlə ölübdür. Yəni bir insan kimi, insan həyatın son verdiyim üçün yəni peşmanam. Amma elədiyim əmələ görə yox. Onun çünki hər hansı bir mən burada başa düşüm, elə bir adama o hərəkət olunsaydı, yanında gözün görə yoldaşına sataşalar bir şilləmi, bir yumruq mu vurar, mən də bir də sadəcə olaraq kəllə vurmuşum. Onu böyüdü quruydu, nə bilim. Məhkəmə tərkibi Rasim Məmmədova cəza təyin edərkən birinci məhkumluğunu, əməlindən peşmançılıq çəkməsini, ailəli və himayəsində 2 az yaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66. maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu Rasim Məmmədovun üzərinə qəti olaraq 13 il müddətini azadlıqdan məhrum cəza saxlanılır. Hökmdən narazı qalan Rasim Məmmədov təyin edilən cəzanın yüngülləşdirilməsi üçün apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin edib və işi yenidən ibtidai istintaqa qaytarıb. Bu dəfə Siyəzən rayon prokurorluğu ona Cinayət Məcəlləsinin 126.3-cü qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə ittiham verib. Növbəti dəfə işi araşdıran Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilir.